Deməli, arrayı yaradanda burada özündə saxlayacağı elementlərin tipini verirəm, adını verirəm. Yenə array obyekti yaradıram və burada bir dəyər ötürməliyəm. Bu dəyər nədir? Arrayda, daha doğrusu yaddaşda mənim arrayım üçün nə qədər yer ayrılacaq və ya bu array özündə neçə dənə element saxlayacaq budur. Bura 5 versəm, artıq array özündə 5 dənə element saxlayacaq. Bundan sonra da arrayın bu elementlərini bu üsulla yaratmaq olar. Məsələn, deyirəm ki, 0-cı indeksdəki element 4 olsun. Nə bilim, 1-ci indeksdəki filan şey, 2-ci indeksdəki filan şey. Neyse, biz bunu işlətməyəcəyik. Bu biraz, tutaq ki, mən burada versəm, mənə 10 dənə element lazımdır. Gərək burada 10 sətr kod yazım, hamısının əlindən bir-bir. Rahat üsulu budur. Bərabərliyin bu sol tərəfini eyni ilə yazıram. Int int və bərabərdir yazıram. Fiqurlu mötərizə açıram və elementləri birbaşa bunun içine yazıram. Bu şəkildə random elementlər. Beləcə həm array yaranır, həm də ki elementləri, dəyərlərini veririk. Mənə lazım olsa ki, tutaq ki, bu arrayda nə qədər var? 1, 2, 3, 4, 5, 6 dənə element var. Bunları çap elətdirmək istəsəm necə eləyərəm? Günəş xanım. System out print. System out print ne yazacağım? Int. Int. Hə, arrayın adını. Ha, int. Narazı olan var, etirazı olan. Mən bunu çap elətdirsəm nə verəcəyim? Necə? Mesela sessiz boğuq gəlir eşitmirəm. Bunu forla eləmək olur da. Fora baxacaq indi. İndi bunu təklif elədilər. Baxaq nə çıxartır bu. Nə çıxartdı? Uşaqlar, nədir bu? Bunun nə olduğunu kim deyər? Bizə məlum olmayan bir şeydi, yəni mən başa düşmədim. Mənə də məlum deyil, yəni bu mənası nə bilmirəm. Sadəcə amma nədir bu bilirəm. Bu bizim bu int dəyişənimizin daha doğrusu bu, yəni bu obyektin, buradakı yaratdığımız obyektin yaddaşdakı adresidir. Adresi. Bu nümunəyə baxmışdıq biz sizinlə. Bunu hələlik komment eləyək. Bunun nəticəsinə baxmışdıq. Bu nə verirdi bizə? Biz bu şəkildə, yəni obyekti çap elətdirməyə çalışsaq, bizə verir obyektin adresini. Baxın, daha doğrusu referansını. Baxın, deyir, burada tip göstərilir, deyir, kar tipindədir. Sonra ət işarəsi ilə ayrılır, tiplə adres. Bu da bu kar obyektinin, bu hissənin yaddaşda yerləşdiyi yerdir. Necə kodlanıb bilmirəm, amma Java axtaranda bu adresi gəlib bu obyekti tapır. Bu niyə belə göstərir? Çünki bu referans tipli dəyişəndir və bu buradakı kar dəyişəninin əsl qiyməti budur. Eyni ilə bu ints yaratdığımız intsdə bir obyekt olduğu, bir referans tipli dəyişən olduğu üçün biz bunu birbaşa çap elətdirməyə çalışanda bizə onun adresini verir. Python'da belə bir kod yazsaydınız, siz üçün düzəcəkdi. 1, 2, 3, 4, 5, 8. Java'da elə deyil. Java'da biraz daha manual bir yolla getmək lazımdır. O da ki forla. Bayaqları kim for dedisə düzdür. Bunları çap elətdirmək üçün fordan istifadə eləməliyik. Fordan istifadə eləyib necə mən arrayın elementlərini çap elətdirə bilərəm?
Şəfa xanım, siz deyin. Fordan istifadə edərək bir neydi? Şərt qoyacağıq ki, yəqin ki 8-ə qədər çapa çıxsın. Bir dəqiqə. Salam müəllim. Salam, salam. Baxın, Çap eləməliyik də yəqin ki. necə? Bütün elementlərini çap eləməliyik. Bəli, bəli, nə varsa içində hamısını. Bu mənə nə verəcək? Bir dəqiqə. Baxın, bu. O simvollar olan bir şey vermir. İndeksinə baxacağıq. Biri verəcək bizə. Bu bizə 1 verəcək. Bəli. Bəs bu nə verəcək? O da 3-ü 3 verəcək. verəcək, bəli. Deməli, indekslərdən istifadə edib mən bir-bir bütün elementləri gəzib onları çap elətdirə bilirəm. Düzdür? Amma bu da çox uzun olur da. Bəli, bu da çox uzun olur. Yəni mən yaza bilərəm belə. Bu kod işləyəcək. Amma ki 0, 1, 2, 3, 4, 5 dənə. Burada bir indekslərin dəyişməsində bir qanuna uyğunluq görürsünüz. Hər indeksin üstünə 1 gəlmək. Yəni bir-bir artır. İndekslər bir-bir artır. Biz bunu for ilə eləyə bilmərikmi? Bəli, eləyə bilərik. Eləyə bilər, onda eləyək. Yazıram for. İyini sıfıra bərabər eləyir. Aha, deyin ardında. For İyini int sıfıra məsələn bərabər x eləyirik. qoşa nöqtə Aha. Sonra iyi yazırıq ki 8-ə böyük bərabər olsun. 8. Ay 8. Ay yo indekslərə baxırıq, üzrlü say. Bəli. Onda 5-ə yazacağıq. İ kiçikdir, int nöqtə length yazmaq olar müəllim. Necə? Bərabərdir yazmadı. Arayın uzunluğunu yazmaq olar da. Olar. Hələ ki manual. Manual gedirik hələ ki. Arrayın uzunluğu deməli, bax indeks, axırıncı indeksimiz 5-dir. 0-dan biz 5-ə qədər gəlmək, yəni 5 daxildir bura. Yazıram belə. Yazma lazım değil. Yazmaq lazımdır. Niyə? Çünki bir-bir artır indekslər. 0, 1, 2 biz də bir-bir artırmalıyıq iterasiyanı. Sonra nə yazıram? System print element Line. int System out print line. Nə yazıram? İ. İ, yazdım i. Çap elətdirirəm, baxaq görək düzgün nəticəni verəcəyim. int i yazılmır müəllim. İndeksini çıxarmaq lazımdır. Nə çıxardı bizə? Bizə indeksləri çıxardı. Bizə indekslər lazım deyil, bizə indekslərdə dayanan elementlər lazımdır. Ona görə bunu dəyişirəm, i yazmıram. Yazıram int i. Aydındır? Bəli. İndekslər olsa bəllidir də, yəni 0-dan 5-ə qədər. Mən indeksləri istəmirəm. Mənə indekslərdə dayanan elementlər lazımdır. Necə ki, burada yazmışıq int, sonra indeks, burada da o cürünə int, bu transkripsiyanın içərisində indeks. Bunu çap elətdirək. Bizim istədiyimiz nəticəni çıxartdı. Mən indi belə bir səhv elədim, məsəl üçün. Bura 5 qoymadım, 6 qoydum. Bu i6 qiymətini alacaq da və bura 6 qiyməti gələcək. Amma bizdə 6-cı indeks yoxdur. Çap elətdirsəm nə olacaq? 0. Error verəcək. 0, error. Baxaq. Baxın. 5-ə qədər çap elətdirdi. Oca 6-ya çatanda deyir ki, array index out of bounds exception. Yəni arraya verdiyimiz indeks o hüduddan keçib, yəni boundları keçib. Bu xətanı aldıq. Bu da belə. İndi düzdür, belə mümkündür. Arraylar üzərində bu şəkildə işləmək mümkündür. Amma çətindir. Qəlizdir. Bu şəkildə, yəni buradan iterasiyaları verim, sonra həmin iterasiyaya uyğun indeksin, həmin indeksdə dayanan element üstündə işləyim, bu biraz çətindir. Bunun üçün
bizdə var for each. For each. For each necədir? Əgər Python bilirsinizsə, bu Pythondakı ilə eynidir. Məsələn, Pythonda mən array üzərində dövr eləmək istəyirəm. Necə eləyirəm onu? Python bilənlər. Yazıram for, yazıram in, məsəl üçün array. Düzdür? Bəli. Bunun adını array eləyim. Pythonda bu şəkildədir. Burada da nöqtəli vergül, sonra da kodumuzu yazırıq. Java'da da bu şəkildədir. Sadəcə biraz fərqliliyi var. Java strongly typed language olduğu üçün biz yəni Pythonda burada tip vermədən i-ni təyin edə bilirik, amma Java'da bu mümkün deyil. Burada gərək tipin verək. Tipin verirəm int. Sonra bu i-ni yazıram. Deyirəm i. Sonra yazmalıyam in. Buradakı in açar sözünü. O Java'da bu iki nöqtədir. Sonra da arrayın adını. Yazıram array. Всё. Python'dakı bu bərabərdir Java'dakı bu. İndi burada eləyək. Bir-bir bütün elementləri çap elətdirim. Burada necə eləyəcəm? Yəni rahatdır burada. Əgər bunu bilirsinizsə, birinci Həlim stem Hə. out print sonra da int. Sonra da nə? Sonra nə? Int Int yox. Birincisi adını dəyişdi. Artıq adı arraydır. Rahat olsun deyənə dəyişdim. Array. Hə. Adını dəyişsək belə, yəni burada array yazılmayacaq. Biz artıq dedik ki, bütün elementləri buradakı i təmsil eləyəcək. Yəni burada məsələn Pythonda yazası olsaydınız, bunu necə yazacağıq? Yazacağıq ki, print i. Düzdür? Və bu bütün elementləri çap elətdirəcəkdir. Burada da eyni. Burada da eyni ilə. Yəni deyirəm ki, arrayın bütün elementlərini i təmsil eləsin. İndi baxacaq necə eləyirsə. Sonra deyirəm ki, hər dövrdə i-ni çap elətdirir. Run eləyək. Çap olundu. Bunu başa düşməyən oldu. Zəhmət olmasa bir də izah edə bilərsiniz. Mən tam anlaya bilmədim. Deməli. Biz burada yəni for each, bu for each də bunu bildiniz yəqin ki. Yəni düzdür, for yazılır. Aha. Yəni keyword eynidir for-da, amma adı gedir for each. Sırf arraylarla istifadə olunur. Yəni bunu başqa bir yəni arraylar və kolleksiyalarla istifadə olunur da. Yəni bura daxildir arraylar, listlər, nə bilim setlər falan bu cür kolleksiyalarla istifadə olunur. Sırf arraylar üçün də arraylarla işləməyi rahatlaşdırsın deyənə. Burada arraylarla işləyəndə nə bilim biz i-yə 0 verirdik, sonra bir-bir artırırdıq, ona bir diapazon verirdik, bu şəkildə işləyirdik də. Bu biraz çətindir. İşin içinə array da girəndə daha da qəlizləşir. Ona görə for each-i çıxartıblar, arraylarla işləmək daha rahat olsun deyənə. For each nə edir? Biz burada array veririk, gəlir baxır arraya. Hani burada. Bunu kopyalayıb ataq bura. Gəlir arraya baxır, görür içində elementlər var və baxır elementlərə. Bu hər dövr eləyəndə buradan bir elementi götürür və deyir ki, arxa fonda belə bir şey gedir də. I bərabərdir, məsələn buradakı birinci element. Sonra i-ni yəni bu şəkildə emal edir. Biz deyəndə ki, i-ni çap elətdir, bu bir elementi çap olunur. Sonra ikinci dövr gəldikdə artıq birinci elementlə işimiz bitdi. İkinci dövr gəldikdə deyir ki, i bərabərdir bu ikinci element. Artıq biz i-nin üzərində hər hansı bir iş görəndə, yəni i-nin dəyəri 2-dir, 2-nin üzərində iş görmüş oluruq. Deyəndə ki, i-ni çap elətdir, 2-ni çap elətdirəcək.
Dövr qurtardı, gəlir üçüncü dövr. Yenə olur i bərabərdir. Bu gəlir növbəti elementi seçir. 3. 3-ü çap elətdirir. Gəlir 4 olur, 4-ü çap elətdirir. Sonra gəlir 5 olur. Sonra da 8 olur. Aydın oldu. Çox sağ olun. Siz sağ olun. Sonra for each-dən bu qədər. Yəni for each budur. İndi for each-ə aid tapşırıqlara baxacağıq. Ümumi, yəni bu dərsin adı nədir? Bugünkü dərsin adı for each və dövrlərin tətbiqi. Ona görə xeyli məsələyə baxacağıq bugün. Başlayaq elə birincisindən. Məsələləri sizdən soruşacağam. Ondan 1-ə qədər ədədləri çap elətdirmək. Məhərrəm desin. Mən çıxmışdım. Sual necə idi? Ondan 1-ə qədər ədədləri çap elətdirmək. For içlə yoxsa for? Necə istəyirsən? For each nə eləyə bilərsən? For each nə eləyə bilmərsən? For yaxşıdır. For yaxşıdır, hələ forla deyim. Deməli mən for int sıfırdan başlayır yoxsa? Ondan 1-ə qədər ədədləri çap elətdirməlisən. Necədən başlayacaqsan? Birdən başlayır da mən. Ondan başladı, ondan başlayırıq. Tərsinə gedəcəyik. 19, 8, 7, 6, 0-a kimi. Hə, tərsinə. Tərsinə, hə. Köməkli Int i 10'dur. Sonra Aha. ondan kiçik, Necə? ondan kiçik, i kiçik bərabər 10. İyi kiçikdir, bərabərdir 10. Hə. Sonra mən i minus. İyi minus minus. Bəs blokun içərisində nə yazıram? Çapa veririk də. System out printline. Çapa verək. Orada deyəm. RAM Hə, yandı. bir Necə? Sonsuza qədər getdi İyi. bu. i küçükdür. i böyükdür 0 olmalı değildi. Məncə 1 olmalı idi. i, Yəni mən birdən i böyük. 0. Burada Əlbəttə. Bəli, bəli. 0 eləyək. Is always false. 0 yox, 1. 1 oldu. Məncə də 1 olmalı idi. Yenə səhvimiz var. İ dəqiqə. Bu dəfə də heç nə çap olunmadı. Həm i birdən böyük bərabər. Yox. i minus minus orada yazılmalı yoxsa printdən sonra? Bəli, yox, burada yazılmalıdır. Xeyr, i birdən böyük bərabər olmalıdır ki, Bərabər. 9, 8, 7, 6. Böyük bərabərdir olmalıdır, bəli. Əmələ gəldi. Elnur gördünüz dərsdə. Elnur var idi. Fikir verməmişəm. Bilmirəm. Kiminsə elə bir etirazı var idi buna. Bəli, orada i minus minus var. Bəzi Aha. hallar olur ki, onun printdən sonra yazırlar təkrarlanan əməliyyat fonunda. O hansı zaman olur? i minus minus Yəni- printdən sonra yazılır. Bu Ya da ki, i bərabərdir, i minus 1 yəni eyni şeydən.
Bildim. Bu hissə, yəni bu üçüncü bölgü, burada birinci bölgüdə deməli bizim üzərində iterasiya aparacağımız dəyişən təyin olunur. İkincidə şərt verilir. Üçüncüdə də bu təyin etdiyimiz dəyişən dövr bitdikdən sonra necə dəyişsin? Yəni bir-bir artsınmı, azalsınmı, onun artsın, onun azalsın, bu verilir. Bu hissə onsuz da bu blok icra olunub qutarandan sonra icra olunur. Ən axırda. Aydındır? Bunu getirib Bəli, burada təzədən burada yazmağa ehtiyac yoxdur. Hə, while istifadə eləsən, artıq burada yazacaqsan. Çünki Yəqin ki, var hə, yazışdırmışam. while-da bir dənə yer var, bir dənə bölgü var, orada şərt yazırsan. Всё. While-da artıq axıra yazmalısan. Bu olsa ən axırda icra olunur. Yəni bu sistemə ad println icra olunacaq, sonra i bir dənə azalacaq. Sonra deməli, indi desin anar. 1-dən 100-ə qədər ədədlər yalnız 3-ə bölünənlər. Yalnız 3-ə bölünənlər. Bəli. Yəni burada riyaziyyat da gedir yavaş-yavaş. Riyaziyyat deyəndə 5-ci sinif riyaziyyatı bu. Deməli, 1-dən 100-ə qədər 3-ə bölünənlər Hə, arasında. forma yazacaqsan. Fikirləşim. Bir də bayaqları, məsələn, mən bunu məsələni deyəndə kimsə soruşdu ki, for-la yoxsa for each-lə. Yəni belə məsələni for each-lə yazmaq olmur. For each sadəcə array ilə işləyirsənsə işə yarayır. If-dən istifadə edirik. Yəqin ki, i bərabərdir 1 olacaq ilk növbədə. Int i bərabərdir 1. I Bir ədədin azdır bərabərdir 100. kiçik bərabərdir 100. Kiçik bərabərdir, hə. Bir ədədin 3-ə bölünüb bölünmədiyini necə bilə bilərsən? Hamısının cəmi 3-ə bölünürsə 3-ə bölünür. Elə. Ya elə deyildi. i qalıqlı bölmə 3 bərabər 0-dır. Hə, əslində yəni misal həll eləsən elə eləyərsən, cəmləyərsən rəqəmləri 3-ə bölünürsə falan. Yəni burada hətta yəni cəmləsən belə, sənin qabağına yenə bir ədəd çıxırsan, onun da 3-ə bölünüb bölünmədiyini tapmalısan. Onu necə taparsan? Tək rəqəmli ədəd olsun. 3-ə bölünüb bölünmədiyini necə bilərsən? Qalıqda 0 olsun da. Qalıqda 1 olmalıdır yəqin ki. 0 olmalıdır qalıqda. 0 hə. Hə, yəni o məntiqlə gedəcəksən. Kodun ardında yazaq. Klaviatura səsi gəlir. Ehtiyac yoxdur, yəni vallahi ehtiyac yoxdur. Özüm də açıq bir də yazmağa çalışıram. Sadəcə özüm yazmasam bunu adətən mən imtahana hazırlaşıram ərəfələrdə Python da işləmişəm. Pythonda yəni o Daemon üçün. Ona görə yazıb işləməyi öyrənmişəm. Ona görə biraz şeydir. Gəl kodu qoy qırağa. Çəkib bax, ekrana bax. Görsən? Kodu qoy qırağa, gəl algoritmlə gedək, sadə addımlarla. Deməli, şərt nədir? Mənə lazımdır 1-dən 100-ə qədər 3-ə bölünən ədədlər. Birinci bu nəqddir ki, mən 1-dən 100-ə qədər ədədləri bir partiya getməliyəm üstündən. Onları bir-bir getməliyəm də, yəni. Onların arasından seçəcəm mən. 3-ə bölünür ya yox. Düzdür? Bəli. Hə. Gəl o hissəsini yazaq. Dövrə aiddir də, dövrü yazaq.
birdən başlayacaq, 100-ə kimi gedəcək və neçə-neçə 1-1. Yaxşı. Evet. İndi mənə lazımdır ki, o ədədlərin arasından bu ki sayacağa 1, 2, 3 o ədədlərdən 3-ə bölünənləri seçim və çıxartın. 3-ə bölünmə necə verə bilərik biz? Əgər ədəd 3-ə bölünərsə bu operatoru bilirsən də yəqin ki, qalıqlı bölmə. Qalığı göstər. Bölür və qalığı götürür. Bu ədəd 3-ə bölünəndə qalıq 0-dsa, deməli bu ədəd avtomatik 3-ə bölünür də. Deyil. Bəli. Bu şərt daxilində mən artıq çap elətdirəcəm. Bu şərt ödənmirsə çap elətdirməyəcəm. Bunu yazıram if-in içərisində. Yaxşımı? Artıq mənim bir şərtim var. Şərt ödənsə çap olunacaq. Deyirəm, şərt ödənirsə i-ni çap elətdir. Əks halda da heç bir şey, heç nə eləməsin. Keçsin üstündən, dövr qutarsın. Verməlidir bizə nəticəni. Baxaq. Aydındır. Hə, 3-dən başladı. Deməli, 3-ə bölünür, 3-ə bölünür, 3-ə bölünür. Bunlar hamısı 3-ə bölünür. Yəni, bu şeyə oxşayır. Bundan qabaqki dərsdə cüt ədədləri çap elətdirmişdik və ya tək ədədləri çap elətdirmişdik. Eyni cürə bir şərt qoymuşduq və bunun ikinci üsulu da var. Buyur. Daha qısa da yazmaq olar onu. Olar. i Hə. üstəgəl i plus Yəni i plus bərabər i 3. Necə? Məhərrəm İ- etsin. i plus plusun yerinə i üstəgəl bərabər 2 yazsaq da olur. Yəni 3 yazsaq olur. i Olar. plus bərabər 3. Hə. Mən bunu başlatarım sıfırdan. Bax, onu yazaq. Yazaq, mən bunu başlatım sıfırdan. Yenə 100-ə kimi gedəcək. Daha rahat üsul. Mən bunu artıraram. 3-3. Birbaşa 3-3 artıraram. Fisyo. Nə bir şərtlə əlləşərəm, nə də başqa bir şey. Eyni nəticəni verəcək. Sıfırdan başlayacaq, yəni məncə demək olar ki, sıfırda 3-ə qalıqsız bölünür də. Belə. Növbəti sual. Buna cavab versin Ceyhunə. Mənə lazımdır ki, bu fiqur çap olunsun. Baxın. Bu fiquru mən dövr operatorları istifadə eləyərək çap elətdirmək istəyirəm. Ceyhunə necə eləyərəm? Ceyhunə buradasan? Şəfa, buradasan? Bəli, buradayam. Cavab ver. Yenə eyni şəkildə forla yazacağıq, davam edəcəyik. For deməli yazacağıq deməli. i bərabərdir. Yenə 0 yox, 1-dən başlayaq. Çünki burada ulduz bir dənədir. Mən elə düşünürəm. Sonra neçə dəfə bunu eləyirik? 1, 2, 3, Fərq yox, neçə dəfə istəyirsən. 5, Lüboy bir 6, rəqəm. 7. 7 dəfə bu dövr təkrarlanmalıdır. Onda i böyük bərabərdir 7 və hər dəfədə bu artır. Bir artır. i plus plus. Sonra da system out println ulduz qoymalıyıq məncə. Ulduz. Bəli. Fisyo. Məncə belə olacaq. Mən də Buyur Müslim. orada müəllim o siyahut yox, onun yerinə yeniden bir
for dövrü açmalıyıq. Sonra ulduz olmalı. Yenə də bir for dövrü burada. Bəli. Bunun içərisində. Orada. Birinci buna baxaq. Mesela istədiyimiz kimi olmadı. Break. Ha. Yəni bunu təkmilləşdirək. Baxa görək nə olur. Kim idi bu? Deməli Müslüm. Sən versiya yazıram. Əlavə edirəm. Burada for açdım. Nə yazıram sonra? Həmin bu yazdıqlar təzədən yazırıq ora. Həmənkin. Hı. Hə? Burada i yazmayacağam. Bəli. Burada j yazacağım. Çünki artıq bir də Hə, o dəyişəni təyin eləmişik. Düz. bəli. Sonra Sonra siyahut siyah ulduz. burada. Ha, sonra Все, Всё. deyəsən bu. İndi Bəli. buna baxaq. Bu nəsə istədiyimiz kimi olmadı, amma ulduzlar bayaqkindən çox çıxdı. Hardadır səhv? Məhərrəm sən Məncə də. ad verilməlidir, yoxsa Necə? Necə? ad verilməlidir Ad? deyə düşünürəm. Məsələn, i burada bir olaraq götürülür də, amma Ha. biz onu ulduz kimi yazmalıyıq. Yəni Yəni i-yə ulduz adı verilməlidir. Yəni elə düşünürəm. i-yə ulduz verə bilmərsən. Birincisi i integer tipindədir. Buna rəqəm Aha. verilir. Mütləq tam ədəd verilməlidir. Lap deyək ki, buradan tipi dəyişək, çar eləyək karakterdə. Burada birinci hissədə bu forun 3 hissəyə bölmüşdük də foru. Forun birinci hissəsi üzərində, yəni neçədən başlayıb neçə artıracağımız ədədi təyin eləməliyik orada. Bildiniz? Yəni bu riyazi məntiq hansı ki bu forun içində yazacaqsınız, nə bilim çap elətdir falan. Bu cür kodlar burada yazılmır. Artıq bunun içərisində yazılmalıdır. Burada sadəcə nəyi yazırıq? For fəaliyyət göstərə bilməsi üçün dövrləri bir yerdə saxlamalıdır da. Birinci dövr, ikinci dövr, üçüncü dövr, bunu hardasa saxlamalıdır. Onun üçün bu dəyişəni biz təyin edirik burada. Ki bu iterasiyanı, dövrü saxlasın özündə. Və dövrü hansı şərt daxil edir? Continue'dan istifadə edəcəyik. Nədən? Continue var idi. Ondan. İterasiyanın saxlanması üçün. Elə bir şeyə ehtiyacımız varmı? Yox, mən bildim deyəsən nə deyirsən orada. Orada i azdır, bərabərdir 7 yazılıb. Hə. J-də amma ulduzun artması üçün orada i-yə mənimsətməliyik də, elə bir. Burada dəyişəcəm. Bəli. Nə yazacağım? 7-ni i-yə dəyişməliyik yəqin 7-ni ki. ilə dəyişdim. Baxa görək. Yenə nəsə əmələ gəlmədi. Baxın, problem budur ki, əslində bu kod düzdür. Buraya kimi düzdür. Anar da dedi, lap düz oldu. Bunu da qoydu, bu kod düzdür. Bir problem var. Burada yazdığımız, bu metod. Print line. İki cürə metodu var. Biri var print. Baxın bu. Sistemat print. Bir də var print line. Print line nə edir? Nəsə çap eləyəcəksə, birinci təzə sətrə keçir, sonra çap eləyir. Ona görə print line istifadə eləsək mümkün deyil ki, biz ard-ardınca 2 dənə ulduzu çap elətdirək. Nəticə bu olacaq. Hətta ard-ardınca, məntiqə görə ard-ardınca çap elətdirməlidirsə belə, print line istifadə eləmişik deyənə düşəcək bir sətr aşağıya, elə çap elətdirəcək. Yəni bu print line yox, print eləyim. Yenə baxaq. Bu dəfə dalbadal. Bu dəfə hamısını bir sətrə yığdı. Bu da lazım deyil bizə.
Müəllim, bəs print line-dan istifadə etmirik biz. Print line-dan burada yox, bu hissədə printdən istifadə eləməlisən. Print line-dan istifadə eləsən, bil ki, nəqd olaraq sən bunu ala bilməyəcəksən. Bu mümkün deyil. Bunu götürəcək, bura yazacaq. Bunu götürəcək, bura yazacaq. Bunu bura yazacaq, bildin? Hamısını təzə sətirdən yazacaq. Bizə o lazım deyil. Bu hissə bizə lazımı qədər ulduzları çap elətdirir. Bir də lazımdır ki, bu ulduzları biz bir-birindən sətir-sətir ayıraq. Onun üçün də bax, burada bir dənə boş print line qoyuruq və belə run elətdirək. Düzəldi. Düzəldi. Bəs bu necə işləyir? C++-də handle kimi, handle kimi. Necə? C++-da olduğu kimi handle var ya, handle kodu komandası. Sən növbəti sətrə keçir yazan kimi. Endline, hə. Bilmirəm, mən C++-ı elə yaxşı bilmirəm. Bu nə edir? Gəldi, kursor girdi bu dövrün içərisinə. İ'miz i1-dir və i7-yə kimi bir-bir artacaq. Gəldi, bura girəndən sonra gələcək, düşəcək bunun içərisinə. Baxır, J1-dir və şərt nədir? J i-dən kiçik və ya i-yə bərabər olduğu müddətcə çap elətdir. İ'miz hələ ki 1-dir. Gəlin debug rejimdə baxaq buna. Dəyişənlərin qiymətlərini real zamanda görək. i1-dir. Bir sətir qabağa verirəm. J də 1-dir, i də 1-dir. J-ni bir dəfə çap elətdirəcək. Daha doğrusu J-miz 1-dir. Bu ulduzu bir dəfə çap elətdirəcək. Verdim qabağa, bir dənə ulduz çıxdı. Gəldi tezlənən ən başa. Yenə qabağa verirəm. Artıq J 1-dir, 1 idi də burada. Şərt ödəndi. Şərt ödəndiyi üçün bizim bir dənə ulduzumuz çap olundu. Baxın, bir dənə ulduz çap oldu. Sonra J artdı bir dənə. J oldu 2. Şərt ödənir, i'miz 1-dir. Fikirləş, J 2-dir, i 1-dir. Şərt ödənəcək, yox. Çıxdı bu içəridəki forun xaricinə və bu icra olunanda da bir sətir düşdü aşağı. Baxın, icra olundu, düşdü bir sətir aşağı. İndi ikinci iterasiyaya baxaq. i1-dir və i2-dir. Bu dəfə i2-dir. J'miz də 1-dir. Şərt ödəndi, düşdü bura. Ulduz bir dəfə çap olunacaq. Baxın. Ulduz bir dəfə çap olundu. İndi J oldu 2. Şərt ödənir. Hə, şərt yenə ödənəcək. Çünki şərtimiz nədir? J kiçikdir, bərabərdir i. J 2-dir, i 2-dir. Şərt ödənir, yenə düşəcək bura və ulduz ikinci dəfə çap olunacaq. İkinci sətirdəyik və ulduzumuz ikinci dəfə çap olundu. Burada belə fikirləşmək olar. I sətirlərin sayıdır. J də həmin sətirdə yazılacaq ulduzların sayıdır. Artıq üçüncü dəfədir. J 2 idi, artacaq bir dənə, olacaq 3. 3 olanda bu şərt ödənməyəcək, bu sətir icra olunmayacaq və təzə sətrə keçiriləcək. Baxın, artıq keçdi təzə sətrə. Yenə başdan. i 3-dür, J 1-dən başlayır, şərt ödənir, bunu çap eləyəcək. Gəldi, J 2 olacaq indi. Baxın, J 2-dir, şərt yenə ödənir, bunu çap eləyəcək. Elədi, J 2-ci ulduz da yazıldı. J 3-dür, şərt yenə ödənir, bu yenə çap olunacaq. Üçüncü ulduzumuz da çap olundu. Artıq J olacaq 4, şərt ödənməyəcək və bu ulduz, bu sətir icra olunmayacaq, ulduz çap olunmayacaq, yeni sətrə keçiriləcək. Məntiqin başa düşdünüz? Bəli. Bəli. Nəsə qaranlıq qaldı bu. Belə yox, mənim, amma bu tip bir şeylər olsa ev tapşırığına falan məncə yaxşı olur.
Praktika üçün. Hə, nested looplar əlavə eləyərəm tapşırıq olaraq. Nested Çox sağ looplar olun. siz sağ olun. Bu da belə. Nested looplar qəliz gəlir həmişə. Bunun bir başqa yolu da var. Bundan qabaqki dərsdə başqa uşaq dedi. Deməli necə idi o? Int i bərabərdir 1 7 olsun. Yəni nested loop istifadə eləmədən də bunu həyata keçirmək olur. Buradan bir dənə kopya çəkəcəm. Necə yazmışdıq? Tamam, belə. Bir string dəyişəni təyin eləmişdik. İçin boş qoymuşduq. Boş string. Və hər dəfəsində bu stringə bir dənə ulduz yapışdırıb stringi çap elətdirirdi. Bu plus operatorun bilirsiniz də yəqin intlərlə, rəqəmlərlə istifadə olunanda toplama operatoru olur. Stringlərlə istifadə olunanda concatenation, birləşdirmə operatoru olur. Bu əslində daha sadədir. Bu yol. Belə. Bunu başa düşdünüz? Bəli. Hə, yəni bu sadədir, çox daha sadədir. Sonra növbəti tapşırıq. Mənim bir ədədim var bu şəkildə. Mən istəyirəm ki, bu ədədi çevrim eləyim belə. Məhərrəm, yox, Müslüm. Bununla bəli, tam bilmirəm. Yaxşı, yəni Buraya kodu yenə oraya. for şübhəsiz ki, istifadə olunacaq. Hə. Kodu qoy qırağa, sən mənə algoritmi deyinə. Addımlar ardıcıllığını deyinə ki, bu ədədi tərsinə çevirək. Mənfidən çıx-çıxdan istifadə edəcəyik orada. Sonra Yox, nədən istifadə edəcəksən? Sən mənə deyinə ki, bir yolda ilə bir əməliyyat. Mən onu üst-üstə istifadə edeyim, həmin əməliyyatı yerinə yetireyim. Bu ədəd gəlsin olsun bu. arayla Ona arayla bölməyəm. Necə? Ona bölüb qalıq. Götür. Məhərrəm. Ece Müslüm çaşdı, Müslüm desin. arayla Array. bəli, onlarla. Arraydan istifadə For each. yəni məsələn bunu arraya çevirib nə etməyi fikirləşirsən? Bunu arraya çevirdik, bu oldu 1. Çevirib məsələn 4-cü elementi 1-ci elementi yerinə. Onu elə burada da eləmək olur. Yəni arraya çevirmədən də eləyə bilərsən. Tam bilmirəm. Sıxa, tap da. Lezgisən? Bəli. Vuhik ya. Tap da. Dillər ləzgilər riyaziyyatı yaxşı bilir. Hə, ola bilər. Yəni bizə lazımdır ki, axırıncı ədədi rəqəmi gətirək, qoyaq ən başa, sonra bunu silək. Olar, belə bir yol izləyə bilərik. Axırıncısını gətirək, qoyaq bura, silək. Əmələ gələr. Bəli. Bunu indi koda tökmək lazımdır, yəni koda çevirmək lazımdır. Necə eləyək ki, necə kod yazım ki, proqram gəlsin bunun axırıncısını
Götürsün, atsın başqa bir dəyişəndə ən başa və bunu buradan silsin. Bu 5-i buradan silsin. Sonra gəlsin 4-ü götürsün, qoşsun bunun dalına. Sonra 4-ü buradan silsin. Sonra 3 üçün, sonra 2 üçün, sonra da 1 üçün. Kimin nə təklifi var? Belə bilirəm ki, reverse-dən istifadə eləmək olar. Prosta bunun hamısını birdən nəfər götürüb reverse eləməyi bilmirəm. Necə? Nədən istifadə eləmək olar? Reversed. Yox, hazır funksiyalar yox. Hazır funksiyalar nə var bəgən? Müəllim onu götürüb ona böldük qalıqla. Məsələn, Hə, qaldı 5. hə. Sonra bir dənə məsələn x götürək 0. Hə. Yəni yazaq kodu elə. Sonra Deyinə yazın. toplayalım. Mühərrəm, sən deyinə kodu yazın. Başda nə yazacaq? Forun içində bilmirəm, amma kodu belə Pythonda yazırdıq. Deməli int ədəd. Bəli, ədəd 12345. Sonra bir dənə x götürək 0, məsələn, integer. Int x bərabər 0. Hə. Sonra x sonra nə götürəyim? Məsələn, rəqəm bərabərdir 1235 bölü 10. Yəni ədəd bölünsün 10. X bərabərdir, yoxsa nə bərabərdir? Ədəd bölünsün 10. Yəni int rəqəm bərabərdir ədəd Int bu rəqəm. qalıqlı bölmə 10. Belə yazaq. Reversed. Ədəd bölünsün 10. Ədəd bölünsün 10. Hə. Sonra o reverse bərabərdir. Gəl belə eləyək. Bunu eləyirəm elə reversed. Reversed. Məncə heç bir üzə etiraz eləməzsiniz ki, bayaq dediyim algoritmdə dövr istifadə olunmalıdır. Eyni şeyləri dedim də mən. Axırıncısını götür, başa qoy və sil. Axırıncısını götür, başa qoy, sil. Bu dövrdə eyni addımı təkrarlayıram bir neçə dəfə. Burada dövr istifadə olunacaq. Düzdür? Gəlin elə dövrü yazım. Dövrü yazaq. Deməli, dövr nə qədər gedəcək? Sıfırdan, yəni sıfırdan birdən burada fərq yoxdur. Əsas saydır. Dövr gedəcək bizim ədədimizdəki rəqəmlərin sayı qədər. 5. 5 dəfə gedəcək bu dövr. i kiçikdir, bərabərdir 5 və plus. İndi əsas hissə. Məntiq. Dediklərimi yazıram. Nə dedim? Ədədin ən axırıncı rəqəmini götürəcək. Bəli, int rəqəm bərabərdir. Hə, onu da yazaq. Int rəqəm yazaq. Rəqəm. Buna 0 verək, hələlik 0 qalsın. Rəqəm bərabərdir nə? Ədəd qalıqlı bölmə 10. Ədəd qalıqlı bölünsün 10. Axırıncı rəqəmi götürdüm və ardınca dedim. Sonra nə edəcəm? Nə dedim bayaqla? Axırıncı rəqəmi götürəcəm dedim. Təzə bir dəyişəndə onu eləyəcəm ən birinci rəqəm. Təzə dəyişənimiz də budur, reversed. Yəni tərsinə çevrilmiş. Mən onu ona vuraq. Yox, ona vurmuyorsun. Və onları string tipini çevirib yan-yana qoysan. Ya sən cığallıq edirsən. Ədədlər, onlar string də eləmək olar. Onlar string də eləmək olar. Daha vermişik, integer vermişik. Integer vermişik, gəl integerdən istifadə edək. Mümkündür, yəni integerdən də mümkündür. Deyirəm reversed bərabərdir. Onu ona vuraq, sonra üstünə şey gələk, rəqəmi. Nəyi ona vuraq? Reversed'dir, özün, hə? Bəli. Reverse vurulsun. Sonra üstünə də gəlsin rəqəm. Niyə ona vurduq? Çünki bir mərtəbə bizə lazımdır ki, əlavə olunan o təzə ədəd həmişə təklik mərtəbəsinə düşsün. bəli. Gəlib onluğa, yüzlüyə oturmasın da, gəlib həmişə təklik mərtəbəsinə düşsün və bu da necə təmin edirik? Ədədi əlavə eləməmişdən qabaq
ümumi bu reversed ədədini bir dəfə ona vururuq ki, bütün bu rəqəmlər, oradakı rəqəmlər bir mərtəbə qalxsın yuxarı. Təklik mərtəbəsi boş qalsın. Bu rəqəm də gəlib ora otursun. Bu belə bir addım qaldı. Bir addım deyirdim sizə. 3 dənə addım sayırdım mən. Neydi addımlar? 1, 2, 3, 4, 5. Axırıncısını götürdük. Bu birinci addım. Onu burada yazdıq. Bu odur. Getirdik, burada yerinə qoyduq. 5. Bu da ikinci addım. Bir vacib addım da var ki, hə? Biraz aşağı eləyə bilərsiniz. Hə. Ya heç nə yoxdur aşağıda, boşdur. Hə. Axırıncı sətr budur. Axırıncı addımımız da bunu buradan silməkdir. Biz bunu silməliyik ki, Ona bölməliyik də. hə? Ona bölməliyik ədədi. Hansı ədədi? Ədədi, hə, bu ədəd yəni. Ədəd. Ədəd dəyişəni. Bəli, ədəd dəyişəni də bölməliyik ona ki, axırıncı o rəqəm silinsin, bölünsün o. Все. System out print line reversed. Baxa görək. Harda səhv eləmişəm? Yəni bizim ədəd bu deyil idi. Burada bir dənə 0 əlavə düşüb. Səhvimi Həm rəqəmə 0 verəcəyik ona görə deyəm. nə verim rəqəmə məsəl üçün? Boş saxlayım. Hə? Boş saxlayaq baxaq. Mən deyirəm ki, rəqəmdən deyil. Eyni şey oldu. Burada mən rəqəmə 0 versəm də, verməsəm də cavab avtomatik bunu default olaraq 0 seçir. Bunu bilirsiniz? Yəni Bəli. hə, i bərabərdir 1 olmalı deyil o. i bərabərdir 1 olmalıdır. Bəli. Və ya yəni bunu 0 saxlayardım, bunu 4 eləyərdim. Fərqi yoxdur. Bir iterasiya əlavə gedir. Buradan gəlib artıq ədəd tapa bilmir. Tapa bilmir deyəndə bunu vurur ona. Əgər bütün rəqəmlər bir mərtəbə sürüşür yuxarı, bizdə fərqli bir ədəd alınır ona görə. Ədəd dəyişək məsəl üçün. Random bir ədəd. Neynədir bu? Yəni bunu hesablamalıyıq. Belə yazaq. 1, 2, 3, 4, 5. Все. İşlədi. Bayaqkında işləmədi. Niyə? Çünki çox idi. Biz burada 5 vermişik. Keçək növbətiyə. Bunları, bu tapşırıqları for üzərindən elədik. Bunu while ilə eləyəcəyik. Tapşırıq belədir ki, proqram davamlı məndən input istəsin. Input verməyi bilirsiniz Java-da, skanner bilirsiniz. Input bu şəkildə verilir. Python-daki qədər rahat deyil. Amma yenə rahat deyil, çətin bir şey yoxdur. Bir dənə skanner klası obyekti yaradılır. Sonra dəyişənimizi təyin edirik, deyək i və deyirəm ki, skanner nöqtə next int. Bu qədər. Artıq proqram bura çatanda, bu sətrə çatanda məndən input istəyəcək. System out print line desin ki, ədədi daxil edin. Baxın. Proqram bura çatanda artıq məndən input gözləyir. Gözləyir ki, mən nə bilim, nəsə verim, 45 verim məsəl üçün, все, bitdi. Bundan istifadə edəcəksiniz, bir də while-dan istifadə edəcəksiniz. Mən inputu 0 verənə qədər davamlı məndən input istəsin.
0 verdinmi artıq dayansın proqram. While istifadə olunacaq. Bu hissəni öncə yazdıq, yəni burası belədir. Şəfa. Hə. Yox, Şəfa desin. Ben dən təkrar edə bilərsiniz, zəhmət olmasa. Ya da yox, sən deməsən bayaqlar etdin. Günəş buradasınız. Bəli, bəli, buradayım. Bunu deyin görüm necə yazaq. Sonda bizdə 0 alınsın dediniz. 0 istəsin. 0 alınmasın. Bu proqram davamlı məndən input istəsin. Və mən 0 inputu verəndə artıq proqram dayansın. Amma 0 verməsən, məsələn, nə bilim 3, 5, 4 başqa ədədlər versən, elə davamlı məndən input istəsin. 0 alana kimi. Başdan başlayaq bax. Burada dövr gedəcək də. Nə dövr eləyəcək burada? Proqramın məndən input istəməsi. Bu dövr eləyəcək. Və bu dövrün şərti nədir? Bayaq dedim ki, 0 alanda dayansın. Yəni şərti nədir? 0 almasın. 0 almadığı müddətcə bu dövr davam eləsin. Bu şərt... Continue. Hadi. Yox, yox. O continue break bunlardan istifadə olmayacaq. Bir dənə şərt verməklə bunu həll eləmək olur. Şərti belə verə bilərəm. Bunu, iyiydi. Şərti belə verə If bilərəm. lider 0. Nədir? If yazıb i bərabər i fərqlidir 0-dan. I fərqlidir 0. Şərtimiz budur. Amma bunu if-in içində yazmağa ehtiyac yoxdur. Yəni while-dakı bu mötərizənin içərisi elə şərt yazmaq üçündür. I fərqlidir 0. Artıq yəni mən 0 vermədiyim müddətcə bu dövr davam eləyəcək. 0 versəm artıq dövrdən kənara çıxacaq. Mən 0 versəm dövrdən kənara çıxacaq. Onda da mənə desin ki, proqram bitdi. Bir dənə qaldı bunun içərisi. Davamlı məndən input istəsin. Necə yazım onu? System out print. System out print line. Nə istəsin dediniz? Hə, ədəd. Ədəd istəsin. Elə ədəd daxil edin, yoxsa? Hə. Düzdür, ədəd daxil edin. Və input alması üçün bir yer. Yəni scanner, onu yazırıq. Int i. Yox, bu hissə. Yəni bunu bir dəfə yazılır, best. Bunu yazırıq. Int i-ni götürəcəyik, çünki i-ni burada yaratmışıq. Burada sadəcə tezdən input götürəcəyik. Baxaq. Ceyhunə xanım, dərsdəsiz? Ədədi daxil edin. Nə bilim, random ədədlər verirəm. Götürmür. Xoşu gəlmir. 0 verirəm. 0 verdim və proqram bitdi. Bu nümunədə while ilə for-un da fərqin aydın görmüş olursunuz. While üçün nə dedik biz? While nə vaxt istifadə olunur? Dövrlərin sayı müəyyən olmadıqda, yəni bilinmir ki, neçə dəfə dövr eləyəcək. Bəli, yəni burada bunu aydın görmək olur. Məsələn, proqramı run eləməmişdən qabaq siz deyə bilərsiniz bu neçə dövr gedəcək. Yox, deyə bilməzsiniz. Mən ki 0 verməyəcəm, o gedəcək. Bu proqramı, yəni bu məntiqi yazmaq üçün for-dan istifadə etmək olmur artıq. While-dan istifadə etməliyik. Sonra başqa gəlin belə bir proqram yazaq. Java özü bir random ədəd seçsin. Seçsin ədədi tutsun fikrində. Və biz 1 ilə 100 arasında. Və biz bu ədədi tapmağa çalışaq.
təxminlər eləyək və bu təxminlərimizə əsasən proqram bizə desin ki, tutulan o ədəddən çox yazdın yoxsa az yazdın. Yəni yuxarı çıx, aşağı düş bu şəkildə desin bizə və biz də ədədi tapaq. Necə yazarıq? Bu da while nə olacaq? Bir də şey göstər, random ədədi göstərim. Random. Bu şəkildə 100-ə qədər, yəni 0-dan ya da 1-dən 100-ə qədər random ədəd seçəcək və buna mənimsədəcək. Qalanını da siz deyin. While yazıb şərtin içərisində Hə. ədəd random bərabər olsa bizim seçdiyimiz ədədlər Bir dəqiqə yazıram. Necə? Bir də digəri zəhmət olmasa. while'ın şərtində Hə. şərtində biz yazmalıyıq ki, random ədəd bizim ədədimizə bərabər olsa yazmalıyıq. Bizim ədədimizi də göstərək burada. Skannerdən istifadə edib. Bizim ədədimizə bərabər olsa, Bəli. Random ədəd bərabərdir. Scanner Guess. Ha. Sonra burada dayanmalıdır artıq. Bu şərtdə ödəsə. Bax, burada bir şey düzəltək. Burada dayanmalıdır şərtin vermirik. Burada davam etməlidir şərtin veririk. Continue. Yo. Bu şərt olsa, sən deyirsən ki, yəni bu şərt ödənsə, deməli biz udmuşuq da oyunu. Dövrün davam eləməyinə ehtiyac yoxdur, düzdür? Bəli. Bu oyunun dayanması üçün olan şərtdir. Bizə lazımdır oyunun davam etməsi üçün olan şərt. Yəni bunun tərsinəsi də. Bildin? Random ədəd bizim təxminimizə bərabər deyilsə dövr davam eləsin. Bərabərsə davam eləməyinə ehtiyac yoxdur. Aydındır? Bəli. Sonra Məhərrəm bunun ardını de. Məhərrəm buradasan. Bəli. Bunun ardını deyə Problem bilərsən. biraz internet zəifdir. Ola bilər. Deyəsən çox zəifdir internet. Şəfaq xanım siz deyin. Mən bayaqkini unutdum. Yadımdan çıxdı neydi öydüsə. Deməli, onu Mən bizdə kiçikdir, böyükdür istəyir. Kiçikdirsə, böyükdürsə tamam. Hə, bizim təxminimiz o ədəddən kiçikdirsə, bizə deyəcək ki, çıx yuxarı, yəni ədədə artır. Böyükdürsə deyəcək düş aşağı. Hə. Deyilmi? Hə, buyur. If random ədəd kiçikdirsə, Guess, sonra siyah yazmalıyıq. Hə. Kiçikdir. Sonra else if orada kiçikdir. Belə vermişik, belə deyək. Hə. Else if Else if
random ədəd böyükdürsə, Hı. ədəd böyükdürsə questdən Hı. böyükdür. Sonra else yazıb həmin ədəddir də artıq. Else-dəki tapdıq da. Həmin Tapdıq Bəli. deyənə nə desin bizə? Desin ki, nə bilim, qazandınız, udduz. Desin win. But here is always true. Yoxlayaq. Random ədəd özü seçəcək, biz də təxmin yürütəcəyik. Şey istəmədik. Neysə. Mən deyirəm ki 45. Hoppa, partladıq. Niyə belə? o mötərizə kənarda yazmalıyıq. O bolu verir. Deyirsən, hə? Hə, yox. Yox, neysə bu şərtdə problem var. Bu şərtdə problem. Burada else ehtiyacı yoxdur. Postoy bir ders tahsis edilir. Hadi. Debug, baxaq. Nə oldu? Hə, bizdən şey gözləyir. Deyirəm ki 15. Random ədədi biz indi debug rejimdəyik deyənə görürük. Random ədədi 44 seçib, biz 15 verdik. While-ın içərisinə girdi. Bu ödənmədi. Yəni random ədədimiz guessdən kiçik deyil, böyükdür. Ona görə bura girmədi. Bu tərəfə keçəcək. Keçdi. Hə, biz nəyi qaçırtmışıq? Deməli, biz qaçırtmışıq bunu. Biz birinci təxmindən sonra biz davamlı təxmin istəməliyik istifadəçidən, bu oyunçudan. O hissəni yazmamışıq. Yəni, yenə olacaq guess bərabərdir scanner nextint. Hə, 45 deyirəm yenə. Deyir, düş aşağı 30. Biraz da düş 20. Biraz da 10. O, nə oldu? Birdən aşağı hara gedək? Nəsə bu şərtə girmir, çox maraqlıdır, bir də baxaq. Debug rejimdə. 50 vermişəm. Random ədəd 12-dir. Nerede oldu da deyəsən. Necə? Mənfi ədədlərdə olur. Mənfiyə düşməməli baxı. Yox, mənfi deyil, bax. 12 seçdi. Heç mənfi olmasın. Hə. 12 seçib, biz 50 dedik. Gəldi, bax, bura girdi. Random ədəd, yox, bura girməli də deyil axı. Random ədəd kiçikdir bu. Biz bunun tərsini yazmışıq, deyəsən. Bunların yeri səhv düşüb. Bizim vaxtımız neçədə qutarır? Yarısında. 22:30-da. Aa, все düzəltdik. 56. Bunların yeri səhv düşmüşdü ona görə. Deməli, gələcək təxminimiz random ədədə bərabər deyilsə, girəcək dövrün içinə. Təxminimiz random ədəddən kiçiksə, deyəcək çıx yuxarı, əks halda deyəcək düş aşağı və bu ipucunu verəndən sonra bizdən təzədən təxmin istəyəcək. Ta ki, bizim təxminimiz random ədədə bərabər olana qədər. Bərabər oldu mu, artıq bu şərt ödənmir. Şərt ödənmir deyənə dövrdən çıxacaq və deyəcək bizə qazandınız. Aydındır.
Bəli. Bir-iki dənə də şeydən işləyək. For each'lərdən. Arrayımız olsun int array bərabərdir random ədədlər mənə lazımdır ki bu ədədlərin neyini tapın? Bu ədədlərin maksimumunu tapın. Amma ki for each-nə yazacaqsınız. Arrayımız var, fərqi yoxdur. Yəni 10-da nədir, 100-də nədir, 1000-də nədir içərisində. Onun maksimumunu tapın. Günəş xanım desin. Oy əlim. Birinci ədədləri verərik intlə. Ədədlərimiz buradadır da. Maksimumu elə int maksimum Yazıq int maksimum dəyişən. Buna 0 verirəm. İlkin dəyər olaraq. sonra bunun onda düz başlayır. Maksimum elə bir 78 almalıyıq da biz, düzdür? Yəni proqramı run eləyəndə mən 78 almalıyım. Biz 4-dən istifadə etməliyik burada. Bəli. Dövrdən istifadə etməlisiniz. Yəni dövrdən for each-dən istifadə etməlisiniz. Adi forla da yazmaq olar. For Deyə each-dən bilirəm. Yox, Günəş xanım. Baxın. Əməliyyat budur. Algoritmi deyirəm mən sizə. Bir-bir bu elementlər hamısı gəziləcək. Yaxşımı? Hamısına baxılacaq. Məsələn, baxacaq birinciyə, maksimuma 0 vermişik də. 0 vermişik ki, yəni nə ilə müqayisə olunsa bu kiçik mövqedə qalsın da, kiçik olsun. Gələcək baxacaq, birinci element 4-dür. 4 maksimumdan böyükdür, maksimumu hal-hazırda 0-dır. Hə, böyükdür. Maksimumu eləyəcək 4. Sonra keçəcək ikinci elementdə. 8 maksimumdan böyükdür, maksimum deməli 4-dür. Hə, 8 böyükdür. Yazacaq bunu. Gələcək 7. 7 maksimumdan böyükdür, yox deyil. Gələcək 5 böyükdür, yox deyil. 2 deyil. 78 böyükdür, hə, böyükdür. Alındı bizdə maksimum. 78. Hə. Yəni bu arrayın elementlərinin ən böyüyünü tapdım mən. İstəyir bu arrayda 1000 dənə element olsun. Bu algoritmdən geçsəz ən böyüyünü tapacaqsınız. İndi bu algoritmi proqramlaşdıraq da, yazaq. Necə eləyə bilərəm? Dövrdən istifadə olunacaq. Bax, for. Qoydum qabaqcama. Ədəd. Int ədəd. Int ədəd. 2 nöqtəmizi Sonra qoyduq. 2 nöqtədən int maksimum. int maksimum yox. Burada Array. bəli, array. Sintaks belədir ki, array yazmalıyıq burada. Okay. Sonra indi burada if girəcək ortaya. Deməli, if ədəd böyükdür maksimuma. if ədəd böyükdür, maksimumdursa Sonra da bərabərdir. Ədəd maksimum. necə? Ədəd maksimuma bərabərdir.
ədəd maksimuma bərabərdirmi? Tərsinə maksimum bərabərdir ədədə. Çünki biz bunun üstündə işləyirik də. Yəni maksimum mənimsətilsin ədədin dəyərinə. Bəli. Sonra da çap elətdirəcəyik biz maksimumu. Mən dəyişirəm bunu. Buna 83 eləyirəm. Baxa görək onu çıxartacaq. Bəli, onu çıxartdı. Birini də işləyək. Baxmayaraq ki, vaxtımız tamamdır. İşləyək də. Ya da yox, qoyun qalıb. Lazım deyil. Belə uşaqlar. Bu dərs əvvəlində də dedim, dərsin adı for each və dövrlərin tətbiqi. Buna görə bu qədər məsələ işlədik. Sualınız olan oldu. Qaranlıq qalan bir şey oldu. Xeyr, yoxdur. Amma bir şey soruşa bilərəm. Buyur, buyur. Məsələn, bu arrayların özünə məxsus funksiyaları yoxdur. Məsəl üçün maksimumu ya da nə bilim minimumu falan filan tapmaq üçün. Baxaq. Arrayın içərisində baxaq nələr var. Bir array yaradıram. Int, new, belə eləyək. Random ədədlər. Deyirəm int və nöqtə qoyuram. Baxaq nə çıxır. Bu streamləri falan bunları boş verin. Yəni arrayın öz funksiyası sayılmır. Bir length var. Field olaraq, field. Arrayın uzunluğunu göstərir. Bir də clone falan bunlar arraya aid deyil. Yoxdur, arrayın öz funksiyaları yoxdur. Amma arraya aid funksiyaları istifadə etmək üçün belə bir şey var. Bir klass var, arrays klası. Məsələn, maksimum tapmaq istəyirsə, deyirsən arrays nöqtə. Baxın, as list bu listə çevirir, binary search aparır falan, bunlara gerək yoxdur. Compare, müqayisə eləyir 2 dənə arrayı. Sonra copy of, kopyalayır. Equals, benim üçün müqayisə eləyir. Fill nə işə yarayır, heç bilmirəm, hash kodu ehtiyac yoxdur. Burada maksimum sort. Məsələn, ən çox istifadə olunan şeylərdən biri. Array mənə lazımdır ki, kiçikdən böyüyə və ya nə bilim, böyükdən kiçiyə şəkildə düzülsün. Onu sortla eləyirik. String, burada maksimum yoxdur. Maksimum yoxdur. Bəs maksimumlar da var. Neyse, maksimumlar da var, bilmiyorum. Amma sort kimi funksiyalar falan bu array'ın içərisində var. Bu array funksiya cəhətdən biraz qıtdır. Olsa biz bunlardan yəni gələcəkdə birbaşa bu arraydan istifadə eləməyəcəyik. Array list deyilən bir collection var. Baxın, yaradaq birin array list. Bu şəkildə. Array list bərabərdir new array list. Bunun içərisində nə axtarsaz var artıq. Maksimum düzü bunun özündə də yoxdur. Amma string istifadə edib maksimumu tapmaq olur. Neysə. Bunlar gələn dərslərdir. Düzdür. Bu arraylar primitiv tip deyil. Referans tipdir. Amma primitiv tiplər kimi davranır demək olardı. Yəni içində funksiyalar falan yoxdur. Bir dənə length field'ı var. Fisyon. Anladım. Bir də referans tip olduğuna görə maraqlı gəldi ki, bəs görüm funksiyası var yoxsa yox. Yoxdur, yox. Bunlar bir ola bilsin bunun səbəbi bir klass əsasında yaradılmır. Bu ola bilər. Yəni biz klassların içərisində yazırıq da bu fieldlar olsun, metodlar olsun. Və bu klassdan biz bir obyekt yaradanda artıq o obyektdə o dəyişəndə bu fieldları çağıra bilirik, metodları çağıra bilirik. Bu arraylarda yəni belə dərinliyin bilmirəm indi. Zahirən elə görünür ki, bir klass yoxdur. O səbəbdən də
field bir dənə var, metodlar yoxdur. Bunu araşdırıb baxaq da. ChatGPT. Klasslar kimi, yəni adi obyektlər deyillərdir. Onlar xüsusi Java-nın içərisində built-in olan, yəni istifadəçi tərəfindən təyin olunan yox, Java-nın öz içərisində gələn bir strukturlardır. Texniki olaraq obyektdir. Amma JVM tərəfindən yaradılır, sənin yazdığın bir klass əsasında yox. Yəni bu cürünə şeyləri yoxdur, metodlar, əlavə elə, çıxart, bu cürünə metodlar yoxdur. Bir dənə length var, bir də index access, vəsiyo. Mən array listlə müqayisə eləyir burada. Array fixeddir. Mən burada desəm ki, new int 5, vəsiyo, getdi. Bunu artıq 5-dən əlavə element verə bilmərsən. Amma array list elə deyil, dinamikdir. Bir dənə array list yaradırsan, nə qədər element istəyirsən əlavə elə, istəyirsən çıxart. Arrays do inherit from objects, so they technically have methods like toString falan. Bu qədər. Dərslərlə bağlı bir iradınız, bir təklifiniz, bir narazıçılığınız falan var? Məndə yoxdur. Ben belə narazılıq falan yoxdur, amma ev tapşırığına, yəni ki, bu sayta yüklənlərdən falan əlavə olaraq istəyənlər üçün falan, yəni ev tapşırığına məcburiyyət olmamaqdan kənar, nəsə istəyənlər üçün məncə əlavə praktik tapşırıqlar olsa məncə daha yaxşı olur. Aydındır. Başqa? Elə mən də Anar bəyin fikrinə qatılıram. Çünki mən məsəl üçün nəzəri öyrənirəm, düzdür. Sonra məsəl üçün siz mənə sual verəndə düzdür, bəzən cavablayıram, bəzən elə olur ki, cavablaya bilmirəm. Çünki onu praktik eləmirəm. Ona görə, yəni ev tapşırıqlarının olması çox yaxşıdır. O mənim səhvimdir, onu düzəldəcəm. Başqa? Bir də ki, mənim son dəfə ev tapşırığı yüklənmişdi saytdan. Bu dərs yəni. Son dəfə yox, mən axırıncı ev tapşırığını biraz çoxdan yükləmişəm. Tamam, mən fikirləşdim sadəcə ondan qabaqki dəfə eləməmişdim ev tapşırığını, fikirləşdim eləmədiyimə görə məndə görsənmir. Amma belə heç bir şey oldu, çox sağ olun. Sağ olun uşaqlar. Başqa sualınız yoxsa sağ olun. Sağ ol. Belə bir kiminsə sualı var idi. Oldu, gecəniz xeyrə. Xeyrə qarşı. Qulağım.